Yer kürəsində növbəti 24 saat ərzində güclü qırmızı səviyyəli maqnit qasırğası gözlənilir. Konkret AzMilli ASA istinadən məlumat verir ki, bu haqda Spogeoter Prediction Center xəbər yayıb. Qasırğanın intensivliyi bir çox insanın sağlamlıq vəziyyətinə mənfi təsir göstərə, eləcə də rabitə və peyk sistemlərində nasazlıqlara səbəb ola bilər. Qasırğa haqqında nə məlumdur? Güclü maqnit qasırğası 2025-ci il mayın 9 cümə günü yer kürəsinə çatacaq. Qasırğa K indeksi 5 olan qırmızı səviyyəyə qədər yüksələcək. Hava şəraitinə qarşı həssas insanlar onun təsirini artıq mayın 8-i axşam saatlarından etibarən hiss etməyə başlayacaqlar. Belə təbii hadisələr baş ağrısı, yorğunluq və ümumi narahatlıq hissinə səbəb ola bilər. Eyni vaxtda bu səviyyədəki maqnit qasırğaları radio, mobil rabitə, peyk və GPS sistemlərinin fəaliyyətinə təsir göstərə bilər. Qasırğanın təsiri tədricən mayın 10-u şənbə günü azalacaq. Günün ilk yarısında təsirlər davam etsə də, günortadan sonra vəziyyət sabitləşəcək. Alimlər qeyd edirlər ki, günəş aktivliyi çox tez dəyişə bildiyindən bütün proqnozlar ilkin xarakter daşıyır. Buna görə də rəsmi xəbərdarlıqları izləmək tövsiyə edilir. Maqnit qasırğası nədir? Güneşdə baş verən partlayışlar nəticəsində böyük miqdarda enerji və kiçik yüklü hissəciklər kosmosa atılır. Bu hissəciklər sürətlə hərəkət edərək yer kürəsinin maqnit sahəsinə çatdıqda pozuntu yaradır. Alimlər bunu maqnit qasırğası adlandırırlar. Bu cür qasırğalar zəifdən güclüyə qədər müxtəlif səviyyələrdə olur. indeksi 5-dən yuxarı olan qasırğalar isə artıq insanlarda narahatlıq yarada bilər. Maqnit qasırğası insanlara necə təsir edir? Maqnit aktivliyi hər kəsə fərqli şəkildə təsir edə bilər. Ancaq tez-tez rast gəlinən əlamətlər bunlardır. Baş ağrısı və baş gicəllənmə, miqren və ürək bulama, qan təzyiqində dəyişikliklər, ümumi zəiflik və yuxuluq, yuxusuzluq və tez yorulma, konsentrasiya problemi və əsəbilik, hisslərin artması, emosional dalğalanmalar, xroniki xəstəliklərin kəskinləşməsi, xüsusilə hava dəyişikliklərinə həssas insanlar, yaşlılar, hamilə qadınlar, uşaqlar və ürək damar sistemi xəstəlikləri olanlar daha çox risk altındadır. Özümüzü necə qoruyaq? Həkimlər bu günlərdə aşağıdakı sadə, lakin effektiv tövsiyələri verir. Gecə saat 23:00-dan gecə olmayaraq yatmaq və 7-9 saatlıq keyfiyyətli yuxu, nizamlı və balanslı qidalanma, kifayət qədər su içmək, bəh və enerji içkiləri, alkoqol və ağır yeməklərdən uzaq durmaq, stres, mübahisə və güclü emosional gərginlikdən qaçmaq, həm fiziki, həm psixoloji yüklənməni azaltmaq, mütənasib fiziki aktivlik və təmiz havada gəzinti. Elektron cihazlardan və ekranlardan axşam saatlarında az istifadə, xroniki xəstələr üçün təzyiq və ümumi sağlamlıq nəzarəti. Əgər vəziyyətiniz pisləşərsə, mütləq həkimə müraciət etmək tövsiyə edilir.